Amalya, Aycan. senden bir şey isteyebilirim. İşte ne istesen qurbandır sənə. Aslında bu benim arzumdur, yani xəyalımdır da. Gerçəkləşdirsən çox sevinirim. Aycan, de. Amalya, mən Şahindən canlıya qoşulmaq istəyirəm. Qoşarsan, görmək istəyirəm. Hə, Şahinlə canlı eləmək istəyirsən? Hə. Niyə qoşmuram ki? Sən bal, sənə bal, şəkər. Sən nə istəsən başım gözüm üstündə. Niyə qoşmayım ki? Budur istədiyin, sən arzun budur. Hə. Başqa nə istəyirsən? Başqa heç nə. Bir də sizi görmək. Canım. Hə, canlı. Nə vaxt istəyirsən? Ürəyin nə vaxt istəyirsən, mən çağır, mən gələcəm. Yaxşı. İnşallah zəhmət olmasa gedin Şahinə yazın ki, canlıya qoşulsun da, yəni qoşula bilirsən mümkündürsə. Zəhra xanım Şahin bəyi canlıya dəvət edir. Mən gülüşünü yeyeyim. Az darıxmışdım sən nə yaxşı yazdın mənə. Nə, yadıma düşdü yazdım. Mən səni axtardım, nömrə falan itirdim. Çünki mənə çox mesaj gəlir açığı. Hə. Dəhşət çox mesaj gəlir. Yəqin sən mənə nə vaxtsa yazmısan, ya sənə ulaşa bilməmişəm, ya da bilmirəm. Hə, çoxlu neçə dəfə yazmışam. Bilirəm ki, başın qarışıq olur da. Hə. Çox da narahat eləmək istəmirəm. Sən mən narahat eləmirsən ki. Narahat eləmirsən. Ağladı canlı yeniləyir. Heç nə gözləyək. Sən Şahin TikTok'dan tanıyırsan? Hə. Heç belə, mən sənlə danışmışam ona görə. Mən elə bildim sənlə çox TikTok yox. Sənlə bir dəqiqə başqa TikTokerdə danışmalıydım. Ramin Qaqa da gəl canlıma. Hə, Ramin də danışıb, deyirəm mən. Yanıma da gəlib. Belə danışa bilmirəm. Hər zaman danışa bilmirəm. Ramin də gəlib yanıma. Hə, gəlib. Söz verdi. Videoda var. Yəni Instagramda paylaşıb. Belə TikTokda da danışmışıq. Ay maşallah.